Səhər tezdən mənə Fresh Moms'dan bir bağlama gəldi. Hansı ki, içində ekzotik meyvələr, quru dondurmalar və yeni çıxan lime berilər var. Bilmirəm bunlar sizin keşfetinizə çıxıb yoxsa yox. Mənim keşfetimə çox çıxırdı. Əsasən də bu alça görünümlü şokolad olan çox, yəni dadlıdır. Səhər tezdən bununla bağlı bir video çəkdim Instagramda. Bugün paylaşdım. Amma burada da göstərmək istədim. Fresh Moms mənim çox sevdiyim mağazalardan biridir. Çünki həqiqətən də dondurmaları çox dadlıdır. Bir də mənim sınamadığım fərqli, keçən dəfə göndərdiklərindən fərqli olaraq çeşidlər var idi. Onları bugün sınadım. Çox da bəyəndim. Ən favorim təbii ki də mənim çiyələkli və bananlıdır. Bu vanili də çox gözəldir. Bir də bunu yoxladım bu günləri. Bunlar da çox dadlıydı. Videosunu istəsəniz, fikirlərimi də bilmək istəsəniz Instagramda izləyin mütləq. Çünki orada daha ətraflı danışmışam. Bantikdən belə bir bağlama götürdüm incicə. Özüm də bu arada qızlar video çəkirdim. Adel yatıb. Bir də mənim tipimə baxın. Qırmızı dodaq boyasıyla bir makyaj videosu çəkirdim. Bantikdən gələn bağlamanı birlikdə açaq. İçərisində 2 ədəd məhsul var və bu məhsullar mənim ən sevdiyim məhsullardır. Bunu mən sizə daha əvvəl də göstərmişdim. Lisanın yeni çıxan bu saç spreyləri. Artıq bilirsiniz ki, mənim favorim bu növüdür. Avokadolu olanın iyisi üçün ürəyim gedir. Həqiqətən də çox gözəl bir məhsuldur. Deməli qızlar, mən çəkilişimi elədim, qurtardım. Qırmızı dodaq boyamı sildim. Bugün daha gündəlik nude tonlarında bir dodaq boyası edəcəm. Bir də bu günləri Vüsal bizi iftara çağırıb, Adellə məni, yəni. Mən sizə nə göstərmək istəyirəm. Yadınızdadsa, keçən dəfə bundan əvvəlki videoda Lakme'dən Mysterious'in dodaq karandaşını aldım. Və evə gəlib görürəm ki, baxın, bunların ikisi də 765 rəngidir. Amma baxın rəng fərqlərinə. 60 qəpikliyin orijinal olduğuna çox da inanmadım ki, elə də deyilmiş məncə. Çünki birini Arzumdan, birini isə Lakme'dən aldım və yazılarına qədər hər şeydə fərq var. Baxın, belə göstərim. Baxın, buradakı yazıların iriliyi burada daha qısadır. 765 rənginin elə özü də birində böyük, birində isə balaca görünür və rəng fərqləri də onsuz da bariz ortadadır. Amma mən sizə nə göstərəcəm. Deməli, baxın, bu məndə olan 765 orijinal olandır. Burası swatchlayacağım. Bu biraz qurudur. Amma bu aldığım diğer 60 qəpiklik isə mənim daha çox xoşuma gəldi. Niyə? Bu da eyni 765-də, amma rəng tonu var biraz. Bu isə daha yağlıdır. Daha gözəl yayılır. Mən bunun rəngini o birisindən daha çox bəyəndim. Həm də düzgünü qoyum bura. Baxın onun rənginin gözəlliyinə. Əslində belə baxanda aralarında çox cüzi fərq var. Mən belə rəngini çox bəyənirəm. 765-in üstündən isə gloss vururam. Liviyada satılır və uyğun qiymətlidir. İçərisində zərər olmadığı üçün dodağa sadəcə belə parlaqlıq verir. Ona görə də mən bunun görüntüsünü çox sevirəm. 4 nömrədir. Məncə alın. Qiymətdə uyğundur. Hətta endirimə düşəndə 4 manata düşür. Belə endirimsiz qiymətdə 6 manatda onsuz da. Və belə görünür. Evdən çıxmadan istəyirəm ki, düz bir aydır gözlədiyim bu Temu bağlamasını birlikdə açaq. İlk olaraq belə bir kipi seti sifariş eləmişdim, amma mən balaca boyun sifariş eləmişəm. Böyüyünü əgər bəyənsəm, böyüyünü də sifariş eləyəcəm. İçərisindən bir ədəd pinseti, fırçası və kleyi çıxır. Mən istifadə eləyəcəm. Instagramda paylaşacağım bunu mütləq sizinlə. Və içərisindən belə kağız çıxır ki, yapışdırma yöntəmini ardıcıllıqla göstərilir. Kipliklər isə belə görünür. Birin qiyməti 4 manat idi. Bir ədəd isə 1 manat 50 qəpiyə belə bir daraq sifariş elədim. Mənə saçım burandan sonra böyük dişli bir daraq lazım idi. Düşünürəm ki, bu mənim işimə yarayacaq. Bu isə mənim sifarişim deyil, bir yaxınımızın sifarişidir. Məndən xahiş elədi, mən də onun sifarişlərini öz sifarişimin yanında vurdum. Mən əslində çox bir şey zakaz eləməmişdim, kiprik və daraq eləmişdim. Burada gördükləriniz isə mənim deyil. Məsələn, belə bir papaq var. Buna tam papaq da demək olmaz. Başa düşmədim bunun adına nə demək lazımdır. Amma yəqin ki, bunu çox görmüsünüz. Məncə estetik şəkillərdə də çox gözəl düşəcək bir papaqdır. Kalitəsi də çox qəşəngdir, yumşaq idi. Və bir ədəd də özünə belə bot sifariş eləmişdi. Təbii ki də mən əvvəlcədən soruşdum ki, bunları çəkib Temu bağlamaq
bağlamasını açsam sənin üçün bir problem olarmı? O da demişdi ki, yox, heç bir problemi yoxdur. Mən isə bunu sizlər üçün çəkirəm ki, əgər aranızdan kimsə bu sifarişlərdən də vermək istəsə, sizin üçün bir fikir olsun. Bu ayaqqabını açdım və yaxından tikişlərinə baxdım. Həqiqətən də çox gözəldir. Hətta daşı gördüyünüz kimi par-par parıldayır. Qiymət də uyğun idi bu arada. Razmerlərin isə biz həmişə ayaq uzunluğuna uyğun olaraq vururuq. Bunu da bəyəndim. İçi yundu və isti tutur. Görüntüsü isə belədir. Və işlərimi bitirdim. Adelin ayaqqabısını geyindirəm və evdən çıxırıq. Bu arada Adel təzə şey öyrənib. Ayaqqabısını geyinəndə ayağını qaldırır. Yəni əriyirəm də bir ana olaraq bu anlarını görmək məni o qədər xoşbəxt edir ki, biz də hazırıq. Dedim ki, hazırlaşaq və gedək. Saat hardasa təxmini 5-dir. Gedib ora çatana da 6 olacaq. Ona görə də hazırlaşaq və çıxaq. Gözlə. Gözlə. Get. Və taksiyə mindik. Adelin yatma vaxtı olmasa da yatdı. Mən də əl dəymədim. Çünki yolumuz 20 dəqiqəlikdir. 20 dəqiqə gözünün acısını alsın dedim. Eyb yox. Tək ki, taksidə sakit dayansın. Evdən çıxanda da heç özümü sizə göstərə bilmədim. Axırda saçımı yığdım və gedək. Gəlmişəm. Üstünü iş başında tutmuşam. Baxın. Salam. Tatlı eləyir bizə. Şəkərpare eləyir. Fikir verir sizə halım yox. Danışarım. Bizdən danışıram. Orucam, acam və halsızam. Orucun ikinci gündə bugün bu arada. İkinci gündə? Üçüncü gün. Üçüncü günüdür, bəli. Mən də bayaqdan video çəkirdim. Yoruldum. Biraz da sizinlə yenə kadrlar, bəlkə də orada iftardan sonra bəlkə biraz enerjik kadrlar paylaşaram sizinlə. İndi heç iyi değilim. Qızlar bir tatlılarımızı qoyub. Düşünürük ki, iftarda bunu yesək düzələcəyik. Bu şəkərparədir. Çox ləziz görünür. 25 dəqiqə pişəcək. Bir saat sonra da iftardır. Çox tatlıdır. Mən çox bəyənmişdim dadını. Eləyərsən. Bu arada belə rahat geyinmişdim. Çünki sadəcə ikimiz olacağıq evdə. Bir də Adel. Adel də buradan görünür. İçəridə televizor izləyir. Gəlmişkən elə gəl sizə kilomu göstərim. Hər dəfə bura gələndə bunu ölçürük. İndi acam və tam tabına 52 kilo. Artmışam 2 kilo. 35'də mi yoxsa 36'da mı? Yemeğimiz. Bunun altı toyuq, üstü göbələk, biber, sonra neydi? Pomidor, qaymaq. Belə, çox gözəl. Bunun üstə sarı pendiri əridsək də qəşəng olar. Hə? Hə. En səssiz yerə ki, sizinlə bir şey paylaşacağım. Deməli, Golden Rose'dan mənə belə bir paket gəlir. Müsait bunu götürmüşdü, sağ olsun mənim adımdan. 28 mall filialında ayrılmışdılar. Üstü də sağ olsun işdən çıxanda bunu mənim üçün götürmüşdü. Ona görə indi hal-hazırda müsaidədədir. Və mən içindəkiləri sizə göstərmək istəyirəm. Əslində içərisində həm viral olan məhsullar var. Daha yaxına gəlim. Daha yaxşı sizə göstərim. İkinci sizə bunu göstərim. Yəqin ki, bunu artıq görmüsünüz. Golden Rose'un bu qaş sabitləyicisi viral olub. Bunun həm sevəni də var, sevməyəni də var. Mən də fikirlərimi işlətdikdən sonra sizə bildirəcəm. İndi hal-hazırda qaşlarımda qaş sabitləyicisi var. Bunun üçün ayrıca bir videoya baxacağım. Sonra isə belə bir maskara çıxır içərisindən. Bu Golden Rose'un yeni maskarasıdır və deyilənə görə bir damcılıq su dəyən kimi kiprikdən axır tökülür. Bunu mən test edəcəm. Əgər dedikləri qədər varsa, mütləq sizinlə Instagramda Reels olaraq paylaşacağım. İndi gəlin içinə baxaq. Bu formadadır. Başlığı isə belə. Qəşəng görünür. Olaraq içərisindən belə məhsul çıxır. Biri dodaq karandaşıdır, 06 nömrəsi. Digəri isə Golden Rose'un Lip Glaze. Bunu mən çox görürdüm. Golden Rose'un öz səhifəsində də yazılırdı ki, bitib. Yəni ki, qızlar çox alırdı. Mən də maraqlıdır. Gəlin rənginə baxaq. Mən kontrol edirsən? Nə bilim. Harda çəkir? Ya bunun rengine bakın. Kölgende düşün. Dodağımda istəyirəm ki, çəkək.
Mən düşünürdüm ki, rəngi qabın içində çox tündür və elə görünəcək. Visubağa görə qəşəng görünür. Ay hə, çox qəşəngmiş rəngi. Bunu sən viral idi, bu ona görə qoyublar. Çox gözəldir. Gözəl. Gəlin mən sizə necə göstərim. Burada qaranlıqdır, tam görəsiniz. Baxın belə görünür. Görürsünüz əslində tünd rəngdə görünür, amma dodağa vuranda gavalının açıq tonu kimidir və çox gözəl də parlayır. Həqiqətən bu gözəldir, bunu bəyəndim. Burada kim var? Adel var. Adel əlinə bir dənə diş fırçası vermişəm özünün, yəni durmadan dişini qaşırdı. Uşağımın dişi çıxıb qurtarmadı ki, rahatlasın. Məhsullarım bu qədər idi. Test eləyəcəm, fikirlərimi sizinlə bölüşəcəm, amma gloss olay, yəni tərifləndiyi qədər həqiqətən də var imiş. Çox bəyəndim. Və yapışqanlıq hissi də vermir. Və məhsullar bu formada görünür qızlar. Adel də gəlib oturub yanımda. Adel. Neysən? Ay, şu xəbərim var, ağzından nə qədər su axır. Biz artıq orucumuzu açırıq, sularımızı götürmüşük. Ay, mən itirdim özümü. Çok iyi. Yemeğimiz de 2 dakika bitiyor. Bu arada oruç tutan hər kəsin Allah orucunu qəbul eləsin. Kızlar, süfrənin gözəlliyinə baxın. İndi oturacaq, bunlar yiyəcəyik. Birazdan bildim ki, heç görünməyəcək, qalmayacaq. Ona görə də Vüsün açdığı süfrəni sizə göstərmək istədim. Çox dadlı görünür. Biz gedirik yeməyə. Adələ də burada. Burada belə makaron yeyir. Hə, çox bitir. Hə. Ne şirin stəkanım var. Hə. Bunu mənə baldızım alıb, Jalə. Çox tatlıdır. Məncə də. Mən də çox bəyəndim. Görən kimi ürəyim. Bu stəkan da qəşəngdir. Hə. Ümumiyyətlə. Bunu Megastordan almışam. Təsadüfən görüb aldım. Sonra bu hədiyyə olunandan sonra onun başını buraxdım. İkisi də qəşəng deyil. Məncə də qəşəng şirindir. Götürək gedək. Elə burada oturaq. Alişin o multfilminin səsindən mən oraya getmək istəmirəm şu an. Tatlımızın gözəlliyinə baxın. Son onu göstərmişdim yadımdan çıxdı. Anlat Hayriye. Öncənin tincəyini anlat. Yeganə replikdir ki, Yaprak dökümündə mənim ən sevdiyim repliklərdən biri idi bu Cevriyenin repliki. Nəysə, biz oturduq, çayımızı içdik, tatlı yeməklər o qədər dadlı olmuşdu ki, həqiqətən də mən Vüsalənin əlinin ləzzətini çox bəyənirəm. Sizdən isə bir xahişim var qızlar. Mənim kanalımı bilirəm ki, çox bəyənirsiniz. Hətta gələn mesajlardan görürəm ki, tez-tez videolar atmağımı da istəyirsiniz. Və düşünürəm ki, vloqlarım da pis deyil, yaxşı gedir. Bu arada bir izləyicim vlog yox, vlog yazmışdı. Onun şərəfinə buradan bir daha vlog demək istəyirəm. İnşallah ki, sənin dediyin səhvi düzəltmiş oldum. Və mənim sizdən tək bir xahişim var ki, mənim kanalıma abunə olun ki, mənim izləyici sayım artsın və mən bu halda motivasyonum daha da artır. Sizin üçün daha da videolar çəkmək həvəsim yaranır. Recep teyze bunu bana da vermişti. Ben de bilmiştim. Bu filmi izləmisiniz qızlar, daha doğrusu dizini, çünki bir sezonluqdur və 9 bölümü var. Mən izləyib qurtarmışam. Vüsaliyə də dedim ki, başlasın, izləsin. Əgər izləməmisinizsə siz də izləyin. Yox, əgər izləmisinizsə sizə bir sualım var. Sizcə bu filmdə Füsun sevir yoxsa Kemal? Biz gəlib burada oturmuşuq ki, təkrar çay içək. Adel də durub gəlib. Bu arada mən Adelin üstünü dəyişmişəm ki, gedəndə taksidə yatır. Bir də yəni evdə gedib paltarını dəyişməyim, oyanmasın deyə. Ona görə belə geyindirəm, üstünə kurtka papaq və taksiyə minəcəyik. Adel də gördü ki, biz gəlmişik burada təzədən çay süzmüşük, içirik, gəlib yanımızda oynayır. Bunu da mən rəngləmişim. Bu da Adelin sənət əsəri. Adel də uzanıb, südünü içir. Burada da Nastya'ya baxır. Bu çanta da o kadar güzel gelmişti ki burada istediğiniz kimi adlarını da yazdırabilirsiniz. Yani uşağınızın orada ad yeri var. Ben böyle yazmıştım. Rengine kadar seçebilirsiniz. Yani yazısını. Ona göre de böyle maraqlıdır. İçi de çok genişti. Yani rahat alır içine çoklu şeyler. Ve biz tabii ki de Nurafensiz geze bilmirik. Ben bu arada Vüsale bunu çok sever. Ama ben ilk defa isməyəcəm. Sən də mən də deyəcəkdim ki, ağız dadımız sən duyur. Məncə yox. Zefir sevirsən? Zefir nədir? Heç nə. Niyə bax?
Marmalad. Yox, biraz daha belə qaymaqlı versiya. Bilmədim nə deyirsən. Baxaq. Üstü belə görünür. Üstü də belə görünür. Və qızlar, biz artıq gedirik. Alişin artıq yuxu vaxtıdır. İnşallah ki maşında yatar. Və qızlar, gəldim evə çatdım. İstəyirəm ki makyajımı birlikdə çıxaraq. Bu qolçaqları taxmağı çox sevirəm. Çünki buradan su axmır və mən bundan xoşbəxt olaram. Üzümün birinci gördüyünüz kimi bu arada linerimi sizə göstərim. Keçən videoda sizə OG-nin linerini göstərdim qızlar. Bugün səhərdən axşama qədər, yəni səhər tezdən mən hardasa saat 1-dən eləmişəm. İndi təxmin saat 12-dir. Baxın, nə pozulma. Belə əlinizlə nə deyirsiniz görürsünüz, hələ oxalayıram da. Yerindən tərpənmir də, yəni 3 manata düşünürəm ki, əladır, çox gözəldir və mən bunu ilk dəfə istifadə eləmirəm, bir-iki dəfə də istifadə edirəm və misellər su ilə və yaxud da üz yuma gelləri ilə çox rahat və çox tez bir şəkildə çıxır, ona görə də narahat olmayın. Mən əvvəlcə Complimentin bu üz yuma yağı ilə, bu limonlu olan yağlı dərilər üçündür, mən bunu istifadə edirəm. Pis deyil, 6-7 manata, yəni uyğun qiymətə ala biləcəyiniz bir məhsuldur. Çünki normalda üz yuma yağları qiymətləri adətən 13 manatdan yuxarı başlayır. Bir də görürsünüz köpürür və bu formada yağ makyajı əridir. Üzünüzü də, gözünüzü də eyni şəkildə. Üzümdəki makyajı yağ vasitəsilə çıxartdım. Amma mənə görə bu, yəni təmizlənmiş bir üz demək deyil. Bunun üstündən üzümə gel də yuyuram. Yəni siz misellər su ilə belə istifadə edib üzünüzü yusanız, mütləq üstündən gellə təmizləyin, hətta toniklə silin. Çünki tonik aşamasına gələnə qədər görəcəksiniz ki, üzünüzdən hələ də makyaj qırıntısı çıxır. Ona görə də sadəcə misellər su ilə və yaxud da yağla çıxardıb orada cilt baxımınızı dayandırmayın, davam edin. Mən isə üz yuma geli olaraq Nail markasını istifadə edirəm. Bu bilirsiniz ki, məndən PR gəlmişdi, hədiyyə gəlmişdi və mən bunu istifadə elədim. Hardasa indi təxminən yarılamışam da. Sadəcə mən yox, Səbu da istifadə edir və biz çox bəyənirik. Asiya Cosmetics'də satılır bu arada bu Nail markası və o qədər gözəl bir üz yuma geldi ki, həqiqətən. Tək səfərdə heç məsələn misellar yağdan istifadə etməsəniz, misellar sudan istifadə etməsəniz belə bu gel bütün makyajı təmiz çıxarır üzdən. Amma mən hər dəfə 2 adımlı bir makyaj çıxartma edirəm. Birincisi makyajımı yağla çıxardıram, sonra isə üzümə gelindən daha dərindən təmizləyirəm. İçim elə daha rahat olur. İndi isə bu üzümə geli ilə üzümü yuyacağam. Yaxşı yuyuram. Bu arada fikir verdiniz, liner yağla birlikdə çox rahat bir şəkildə çıxdı və makyajımı çıxardım. Üzüm yəni belə qıcır-qıcır oldu. Mən bu hissi çox bəyənirəm. Bununla da bitmir mənim üz baxımım. Təəssüf ki, pamıq diskim bitib, ona görə pamıqdan istifadə edəcəm və toniklə üzümü silirəm. Tonik nə işə yarayır? Makyaj edərkən saçımızın dip hissələrinə, qulaq ətrafına, çənəmizə gətiririk və oranı da yaxşı təmizləmək lazımdır. Ona görə tonik istifadə etmək lazımdır. Mən bunu Trendyoldan almışam. Sinozun bu tonikidir. İçində 5% glikolik asid var. Işıltı verir, yəni parlaqlıq verir və canlandırır. Plus da əgər sanaqlarınız varsa onları qurudur. Bunu çox bəyənirəm. Hətta gördüyünüz kimi millisi də böyükdür deyə uzun bir müddət gedir. Belə pambığımı alıram. Bütün üzümü bununla silirəm. Arbutin serumu istifadə etməyə başlamışam. Mənim bu çənəmin bu hissəsində bir dənə sınaq çıxmışdı və onun dəhşət bir ləkəsi var idi. Mən bu arbutinu bölgəsi olaraq o ləkənin üstünə istifadə etdim. Yəni sadəcə bura, lokal olaraq və bir həftəyə onu çəkdi. Arbutinun faydaları nədir desəniz, arbutin üz bərabərliyini, yəni daha doğrusu renk bərabərsizliyini düzəltməyə kömək edir. Mən də əsasən bunun üçün istifadə edirəm. Çünki mənim görürsünüz bu hissələrim daha fərqlidir. Bunu göz altınıza tərəf də biraz gətirə bilərsiniz. Amma ilk dəfə istifadə edəcəksinizsə, yaxşı olar ki, birinci həftədə bir dəfə istifadə edin və üzünüzün bir hissəsini istifadə edin, görünsün cildinizə bu düşürmü. Ondan sonra mənim kimi istifadə edə bilərsiniz. Mənim dəri tipimə düşdü və mən çox bəyənərək də istifadə edirəm. Nəmləndirici istifadə edirəm. Kremkonu artıq mən yaralamışam. Çox gözəl su bazlı bir nəmləndiricidir. Və belə. Oruç tutduğum üçün sahura qədər demək olar ki, çay içirəm. Çünki dəhşət susduyuram. İndi də üz baxımı eləyəndən sonra getdim bir dənə çay qoydum qəşəng. Yanında da bir dənə pletka şokolad. Mən bu Milka'nın pletka şokoladını çox bəyənirəm və siz bu videonu bura qədər izlədiyiniz üçün çox sağ olun qızlar. Başqa videolarda görüşənədək.